Herkese selamlar dostlar. Bugün de sizlerle birlikte PUBG Mobile videosunda, Fugas ticaretçiler. ay yeter. Ne danışıyorum ben? He, uçakdaymış. He, uşaqlar bugün də sizinlə birlikdə PUBG Mobile-da serimizə davam edirik uşaqlar. Serimizdə də harda qalmışdıq? Hə, silahımız AKM. Sonuncu dəfə AKM-də idik. Bugün də yanına heç kim düşmür. Yox, hə. Uşaq bugün də M416 ilə oynayacağıq. Yəni M416 ilə bir oyun göstərəcəyik də adam zət düşmür də baxaq bura. Yox, düşmür. Qəşəng. Onda elə AKM uçdu. Nədir? Burdan heç vaxt düşməmişəm. O qədər rush deyirəm ki, yəni, mənim belə yerlərlə işim zam olmur da çox var. Nəysə. Yəni ki, buradan, yəni həminki taktikanı eləyirik. Buradan oynayırıq. Power Planta, oradan da Grab Grassa. Niyə deyərsiniz ki, niyə birinci getmirsən bu şeyə, moda? Mod haqqımızı istifadə eləmirəm. Yəni olsa moda düşsəm öləcəm deyə. Ret qallarda axıra qallam. Elə olur arxadan buralar pusular. Yəni vurmaqlıq yer çoxdur modda. Ona görə də mən elə birbaşa buralara düşürəm. Buradan da oyunumu oynayıram. Mən M4 tapıram, buralarda lootum eləyirəm. Sonra da uşaqlar videonu açıram və win almağa davam edirik. 3 nəfərik. Oyundan çıxmadım, eyb olmaz. Biz döyüşdən qaçan oğlan deyilik, qaqa. Düzdür, biraz çətin olacaq M416-nı tapmaq, amma bizə 2 dənə M416 lazımdır. Odur yəni çətinliyi. 2 dənə M416 tapmaq çətindir, amma yenə də. Yəni qabağımıza adam çıxmasa, biz indi heç kimi heç harda vura bilmərik. M416 ilə oynamalıyıq. İndi silahlar götürməyə baxmayın. Güllələri lazımdır, ancaq onları götürürəm. Baxaq, yox. Hələ də yox. Yəni bot falan ancaq pısaqla oynayacağam. Uşaqlar, bot var. Ala bir sus. Ha, botdur. Çıxıb vura bilərik. 3-cü mərtəbədədir. Qəşəng. Botumuzu vurduq. Görək, ayda M4 yoxdur, pis oldu. Nəysə, mən hələ də M4 axtarım. Sadəcə ayaq səs eşitdim. Yəni adam olsaydı işimiz çox çətin olacaqdı. Biz hələ qaçmalıydıq, silahımız yox. Yəni mən bir dəqiqə molotov falan ata bilərdim. İndi yəni sərbəstdir molotov bomba falan atmaq, amma M4 olmadan çətindir. Silahsız çətindir oynamaq. Yəni mənim dediklərim bəlkə də başa düşmür. Yəni siz challenge falan eləməmisiniz deyə, bəlkə də eləməmisiniz. Amma yəni eləyənlər biləcək mən nə deyirəm. Əslində buralarda çıxmır, bayaqdan Scarlet çıxır da, Scarla da challenge eləmişik deyə, ona görə Scar çıxardıq. Amma indi biz başqa bir silahla challenge eləyək. Sıraz qabağımız M416 çıxardacaq. Bu şeyə gedə bilərəm. Holdşa gedə bilərəm, amma orada da adam olacağından qorxuram. Çünki rank falan kasanların çox ora düşür. Burada şey var. Bu nədir? Obab inşallah çıxar. Totem eləyək. 1, 2, 3, 4, 5, 6, 7 çıxacaq. Aha, sonra gedək holduşa biz səsimizi də qəşəng çıxartdıq. Bütün cəmaatın hamısını üstümüzə çəkdik. Ancaq ora böyükdür, bəlkə oradan çıxa. Buradan çıxar. Ay Allah. Biz nə vaxt 3 səviyyə kask 3 səviyyə yelək tapmışıq. Halal da bizə hər şey tapmışıq da M416-dan başqa. Uşaqlar, özüm də rütbəli girirəm ha, yəni rütbəsiz də deyil. Mən yəni, adam falan çıxsa, yəni icazə verəcəm ki, öldürsün. Bıçaqla zaten maksimum üstünə hücum eləyə bilərəm. O da ki, yəni təhlükəlidir də bilirsiniz. Sırası biz götürüb vuracaq. Yəni görün də sizin üçün video çıxartma, ən kaliteli videolardan çıxartmağa çalışıram. O da ki M416 çıxmır deyə alınmır. Əslində 30, 2 dənə ala bilərik də. Hepsi də marketdə var da burada. Əla 2 dənə də M416-mızı alaq, hepsi də tamamladı. Alanda da keçək qəşəng. Bir daha qorxuram buralarda bir adam falan çıxa qabağımıza. Bax indi biz M416-nı aldıq ha buradan 2 dənə. Sırazı qabağımıza M416 çıxardacaq. Anında ha, yəni ola bilməz ki 2 saniyə gözləsin oyun. Burada görək artıq nəyimiz var. Bax bunu ataq. Güllələri falan hər şey yığdıq. Məncə şarjörümüz də var. Başqa 3-ə də məncə buradan da heç ala bilmərik. Kit ala bilərik bir dənə. Kitimiz də var onsuz da. Bundan ücretsiz bu nədir? Buradan nəsə kit falan şey ver. Ona da ehtiyac yoxdur. M416'larımızı götürdük. Biri uzaq məsafədən oynayacağım. Birində də lazer taxmışam. Yaxın məsafədən oynayacağım. Başqa görək. Kitimiz var. O neydi? Heç. Allah, hər şeyimiz var da, vəsiyo. Bu nədir? Deyək, mən buna baxmaq istəyirəm. Bu bir də mən başa düşmədim. Bax, bu ihtişam nədir? İhtişam 106 sıralama 1.
Onu hələ də başa düşməmişəm nədir. Bir dənə kitimizi basaq buradan. Adam falan çıxım oyda. Öz ayaq səsimdən qorxdum. Burada güclü adamlar çoxdur. Gedək bir dənə bu qaqaşı çağıraq. Eyb olmaz. Yenə də biz burada challenge eləsək də kömək eləməliyik. Ki başqalar bizə kömək eləsin. Çünki bilirəm də hər şey fırlanışarlar. Nə eləsəz hamısı sizin qabağınıza çıxacaq. Ayda gic səslər gəlir, qorxuram mən. Belə yerlərdə özdə mən yəni belə sakit oynayanda əlim ayağım uyuşur da bütün. Barmaqlarımı taxmamışam. Yəni, tez barmaqlarımı taxım mən. Əlatı alanla bilən keçsəydik qəşəng olardı. Maşın falan varmı? Maşın olsa ehtiyac yoxdur hələ ki. Alan, Milişteyn, Grabgras. Milişteynə də gedə bilərəm, amma M4'lərimi itirəcəm. Hələ ki bir mod şansımız qalıbdır. Yəni moda düşsək problem yoxdur. Moddan davam eləyə biləcəyik. Oyunda 25 nəfər var və bir də kilim var. Çalışacağım ölməyim. Düz qaldırmam var. 2 dənə bu dəqiq qaldırmam var. Heç birini istifadə eləməmişəm. Burada adam falan varmı bir baxaq. Oyun çox kastı. Yoxdur. Burada power plantda yoxdur məncə adam. Çünki gözə dəyən bir şey hərəkətli hiss eləmədim. Nəysə onda elə birbaşa buradan maşın tapsaydıq gedərdik Milişteynlə biraz lootlanardıq. Yəni adam falan vurardıq. Çünki orada bir M4'lərimiz yetsə də olar. Təzədən yəni götürə bilərik də ki buradan götürə bilərik. Oyda Helionla bir 2 nömrəmi vurdu. Çox gözəl. Bu şey tərəfdə ayda o oraları babat adam düşür. Bir nömrə də pusubdu orada. Bu dəqiqə yəni ora getmək çox riskli olardı. Ölmək cəhətdən deyirəm, yəni risklidir. Bizim yəni hədəfimiz win almaqdır. Hədəfimiz kill toplamaq deyil. 4x'i mütləq götürməliyəm. 4x götürün. Burada nə var idi? Bomba. Bomba da ehtiyacımız dəqiqə çoxdur gülləm. Gülləm dəhşət çoxdur. 420 güllə. Bu qədər də məncə ehtiyac yoxdur uşaqlar. 70'ini qoya bilərik. Həbsi. Oba, bax gördünüz. Bundan deyirəm də mən də. Bayaqdan mənim qabağımı çıxartmır. Gərək gələm mən burada şey eləyəm. Nəysə. Götürək bunu 440 qəşəng. Bu nədir? Burada yəqin ki pul verəcək. Versin. Marketə gedərik bir özümüzə nəsə kaskımız falan, yeləyimiz falan qırılsa kask elə alarıq özümüzə. Bunu götürüm bunu. Alanı keçmə. Alanı ən yaxın elə bu market tərəfdən keçə bilərəm. Keçməyinə biraz açıqdayam. Açıqda olmağım da mənfidir. Bunun nə var burada? Bir dənə də qəşəng şarjör. Onda belə etək. Qustumuzdan bir də istifadə eləyək. Arxamızdan gəlmə ehtimalları azdır. Alan dışıdır. Oy yüzümü qorxdum. Çox qorxuram ki titrəyirəm burada. Bir nömrəyə kömək lazımdır. Ne oldu bala? Bir nömrəyə kömək lazımdır. Vurdu qəşəng vurdu. Süper. Vura bilərdim. Amma ehtiyac olduq. O ehtiyacı olanlar vursun. Bunların bir də lootuna baxaq tez. Bax gör M4'ü var. Bayaqdan qabağımı çıxardım. Gərək mən pul xərcləyim də. Nəysə. 18 nəfər var. Alan yəni mod şansımız hələ ki istifadə eləməmişik. Oyunda çox kastı. Buralarda adam olma ehtimalı %100'dür. Adam var. Çünki telefonum həmişə adam olanda kasır. Bir dəqiqə. Alanı hara verəcək? Bir də mən burada 2 dəqiqəlik durum. Hayda. Əsəbləşirəm Allah ki. M4'lər çıxartmayın da qabağımıza. Ben əlimdə var da M4. Çıxartma da onu mənim qabağıma. Alanı hara verəcək? Super. Bax bu əla oldu. Alan da bizdədir. Adam. Vurmağı yoxlayacağım. Halaldı da bir nömrə sənə. Halaldı da. Bax oyunum kasırdı. Vuramırdım onu ye. Bir nömrə halal sənə. Sənin supportundan yoxdur. Mən onu kömək eləmişdim. Gördünüz. Deyirdim də həyat spiraldır. Həyat spiral yəni dönün deməkdir uşaqlar. Deyirdim də qaqa. Gördünüz. Mən ona kömək elədim. O da gəldi mənə kömək elədi. Hər nəsə. Mod tərəfə gedə bilərəm. Sadəcə biraz təhlükəlidir. Bax görürsünüz. Telefonumu dəqiq istifadə etmək çətindir. Çox biraz donur. Dedim ki adam var buralar. Biraz qripəm inşallah. İnşallah yayı sağlam keçirdərdik. Siz keçirdərsiniz ki mən grip olmuşam. Olmağına. Milişteynə girim mi? Girməyim mi?
Yəni bu vaxtdan sonra girmək inşallah risklidir. Yəni həminki yerə düşmək var, M4-ü götürmək var, eləmək var. Yəni risklidir. Ondan sonra mən biraz da burada gözləyim. Pusa adam var orada. Adam mı var? Deyəsən adam var. Nəsə alan olsa bizdədir. Mən buradan qapını qəşəyə bağlayacağam. Bombamı da aha. Bir dəqiqə. Azərbaycanlı da yox, Qasım Azərbaycanlı da. Bil. Pis oldu. Bir dəqiqə. Bunlarla fight eləməyə dəyərmi? Gəlib bitirməyə çalışsa vuracam. Aa 2 nömrə quitdi. Все. 2 nömrə quitdi. Bitirdi onsuz. Məni gördülər. Sən Allahın adı məni görmə. Mən win almağa çalışıram burada. Gözlə görüm. Görürəm adamı. Vuracam. Qəşəng. Biri də var, biri qaldı bir dələ. Biri var. Biri var. O Qasımdır deyəsən. O birisi onun dostudur. Onu almağa çalışacağam. Yanır o. Ümid eləyirəm ki yanır. Alan gəlir, çıxmalıdır, oradan çıxmalıdır. Qəşəng vurduk. Alan tez alın. Ayda ölmeyeyim. Maşın var. Ayda çok pis oldu. Çok pis oldu. Adam bizi görüyor. Füsyo yayla süper. Keçsi. Bu dəqiqələrdə heç videonu bağlamağa heç ehtiyac yoxdur. Eyvallah, video biraz uzun olacaq, amma heç olmaz, baxarsınız. Mən 1v4 qalmışamsa problemdir, alana keçməliyəm. Və bunların əlindən mən necə alanı keçəcəm? Bax, xəritədən buradan belə fırlandı keçə bilərəm, sadəcə onları mən görmək... Fight eləyirlər, bu evə molotov atdılar. Adam da gördüm. Adam məni gördümü? Mən 100% alanı keçməliyəm. O mən görübdür, neyir o? Mahdılar bombanı. Yox. Bir de adam buradadır. Yox, bunlar takım deyirlər. Biri evdədir. Biri oranı sisləyibdir, biri də qabağımdadır. O birisi ağaçdadır. Biri evdədir. Ağaçdakını vurmağa çalışacağam. Alanda gəl, çıxmalıyam. Gəl, bax. Aldım onu. Yox, qaldım. Ortada qaldım da. Alana biraz əvvəl keçməliydim. Ortada qaldım. Bıraxdım ya, həmin o adam mənə vurduğu yerdə oyunu bıraxdım, əlimi üzdüm, çünki nə kit basa bilərdim, həm kavrum yox idi, açıqdaydım. Qabaqdan əvvəlcədən keçə bilərdim, ürəyim bir də 2 ilimdədir, 2 ilim qaldı orada. Əvvəlcədən alana keçə bilərdim keçməyinə. Mən adamların birinci koordinatlarını öyrəndim, ola ki, alanı nəzərə almadım, mən alan gəldiyini. Eyb olmaz uşaqlar, birinci Scarlet ilə winimiz pusa da olsa 1 killə win aldıq. AKM ilə deyəsən win ala bilməmişik, indi də win ala bilmədik, amma indi etsənsə 3 kilimiz oldu. Onda nə deyim, bugünlük bu qədər deyim. Gələn videolarda görüşərik. Sağ olun, özünüzə yaxşı baxın uşaqlar. Hələlik, bay bay, görüşərik. Like atın, yəni videonun davamı üçün. Çox demirəm, çünki PUBG videoları çox izləmini bilirəm. 10 like. 10 like atın, mən sizə davamını çəkim, göstərim. Sağ olun, özünüzə yaxşı baxın. Bir də videonun altına istədiyim silahı da yazın ha. Yəni təkcə ancaq otomatiklərdən getməyin, bir Uzi deyin, OMP deyin. Yəni nə istəyirsə deyin. Onu mücə mən seçməyəcəm. Bu seçdiyim silahlar da sizin istədiyiniz silahlardandır. Sağ olun.